tapşırıqlar verəcəm mən sizə, hansı ki 10 tapşırıqdan ibarətdir və xahiş edirəm bu tapşırığı yerinə yetirin, İnnabın mesaj qutusuna yazın. Belə deyək də, əlavədə faylınızı göndərməklə. Biz baxaq, yekun analiz edək, harada ən çox səhvlər edilib, bunları bir götür-qoy etdikdən sonra yekun bir video hazırlayacağıq və olması gərəkən və istifadəçilər tərəfindən hansı səhvlər edilibsə, onları qeyd edəcəyik. Məqsədimiz burada öyrənməkdir, belə deyək də, əlavə sıxıntıya ehtiyac yoxdur. Baxaq, birinci tapşırığımız nədir? C2 və C6 xanalarına mənfi ədədlər yazmaq mümkün olmasın. Yəni, bu xanalara ancaq müsbət ədədlər yazılacaq. Xatırlayırsınızsa bu hissəni datada, data validation, baxın, mənfi ədədlər. Yəni, burada tam da ola bilər, kəsr də ola bilər. Ona görə decimal hissəsində izah edəcəyim, etmişdim mən sizə. Və onun alt metodunu yazacaqsınız. İkinci, satış cədvəlində o məhsulların adı çıxsın ki, həmin məhsullar alış cədvəlində var. Baxın, bu səhifədə bir drop-down list çıxacaq. Həmin listə bu məhsulların adını təklif edəcək bizə. Yəni, ancaq bu məhsulların adını yazmaq olacaq. Bunlardan başqa məlumatlar yazılsa, xana qəbul edəməyəcək. Növbəti. Alış məbləğini product funksiyası ilə hesablayın. Eyni zamanda satış məbləğini. Alış və satış məbləğini. Yəni, bu hissəyə bu xanaların hasilini yazacaqsınız. Aşağı doğru çəkəcəksiniz. Həmçinin də burada da eyni şey qüvvədə olacaqdır. Növbəti tapşırıq. Satışda daxil edilən say, alışda daxil edilən saydan çox olmasın. Yəni, az mal alınıb, çox mal satılmasın. Baxın, deyək ki, bizim kitab ambarda 5-dir, düzdürmü? Gəlin elə burada. Bu o zaman olsun ki, fərz edin ki, burada olan məlumatlar burada da var. Gəlin bu tapşırığı çıxardım, çünki belə deyək də, burada bir fərqliliyi olacaq. Ona görə istəmirəm ki, başınız qarışsın. Növbəti, hər iki cədvəldə qiymət hissəsində ancaq tam və kəsr ədədlər yazılsın. Digər tiplər yazılarsa, xana qəbul etməsin. Yəni, baxın, bu qiymət hissəsində text yazılarsa, date yazılarsa, xana qəbul etməsin. Digər hallarda tam və kəsr ədədlər yazılarsa, xana qəbul edəsin. Növbəti, bütün tətbiq edilən məhdudiyyətlər üçün ilkin xəbərdarlıq mesajı müəyyən edilsin. Yəni, deyək ki, biz bu xanaya biz məhdudiyyət tətbiq elədik. Mən üzərinə gələrəmsə, bura hansı məlumatlarımı yazmaq barədə mənə ilkin informasiya verilsin. Yəni ki, mən bilim ki, bu xanaya ancaq, məsələn, buradakı siyahıdakı adları yaza bilərəm. Və ya, məsələn, bura ancaq müsbət ədədləri yaza bilərəm və s. Bütün tətbiq edilən məhdudiyyətlər üçün məlumat səhvi daxil edilərsə, warning tipli xəta ekrana çıxsın. Yəni, baxın, burada demişdik ki, bir xəta olacaq və həmin xəta burada, daha doğrusu bir məhdudiyyət olacaq, hansı ki, buradakı xanadakı məlumatlar seçiləcək. Başqa məlumat seçilərsə, bir xəbərdarlıq gələcək ekrana və həmin xəbərdarlığı siz fərdiləşdirəcəksiniz, tekstin yazacaqsınız ki, siz məlumata səhv girmişsiniz. Və həmçinin orada style var, style-da warning tipini dəyişməlisiniz mütləq şəkildə. Sayı sütununda rəqəmlərin qarşısında ədəd sözü yazılsın. Baxın, bu sütunda number formatdan daxil olub, yəni 5 yazanda da qarşısında ədəd sözü mütləq yazılmalıdır. Qiyməti və məbləği hissəsində AZN sözü yazılsın. Bu hissələrdə və yaxud da burada da AZN sözü mütləq şəkildə yazılsın. Cədvəlin başlıqlarını qalın şriftlə yazın. Bu hissəni qalın şriftlə yazacaqsınız. Aydındır. Ümid edirəm tapşırığım maraqlı olacaq sizə. Aktiv iştirak eləməyinizi xahiş edirəm. Və nə sualınız olarsa, İnnab təcrübə portalına yazın. Çünki hər kəsə bir-bir cavab vermək daha çox vaxt alır. Orada olarsa, yəni birimizin sualını başqası da cavablandıra bilər və yaxud da mən tərəfindən cavablandırılarsa, hər kəs o sualın cavabını avtomatik şəkildə bilmiş olacaqdır. Ümid edirəm faydalı oldu. Çox sağ olun diqqətinizə görə. Təşəkkürlər.